İranın Xarici İşlər Naziri Abbas Əraqçı Amerika Birləşmiş Ştatları ilə nüvə danışıqlarının növbəti mərhələsinin keçiriləcəyi tarix və məkanla bağlı açıqlama verib. O, bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib. Əraqçının sözlərinə görə İran və Amerika Birləşmiş Ştatları arasında nüvə məsələləri üzrə danışıqların cümə günü saat 10:00 radələrində Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılır. İran Xarici İşlər Naziri başçısı danışıqların təşkilində göstərilən səylərə görə Oman tərəfinə xüsusi təşəkkürünü bildirib. Bütün lazımi tədbirləri gördüyünə görə Omanlı qardaşlarımıza minnətdaram, deyə Əraqçı paylaşımında qeyd edib. Qeyd edək ki, Oman uzun müddətdir İran və Amerika Birləşmiş Ştatları arasında dolayı diplomatik təmaslarda vasitəçi rolunu oynayır. Maskatda keçiriləcək bu görüşün tərəflər arasında gərginliyin azaldılması və nüvə proqramı ilə bağlı məsələlərdə irəliləyiş əldə olunması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir. Danışıqların nəticələri və gündəliyi ilə bağlı rəsmi detalları hələlik açıqlanmayıb.